değerli müəllimlər, xoş gördük hər birinizi. Bugün biz sizinlə bir çox müəllimlərin də çətinlik çəkdiyi oduncağın nəmliyin təyin edilməsi üzrə olan məsələ tipli testlərin həllidir ki, onlara nəzər salacağıq. Oduncağın nəmliyini təyin etmək üçün biz ilk öncə dərslikdə verilən, 7-ci sinifdə verilən oduncağın nəmliyini təyin edilməsi üzrə olan həmin məlumatlara diqqət yetirək. Oduncağın nəmliyini təyin etmək üçün biz düsturdan istifadə etməliyik. Necə ki, oduncağın sıxlığını müəyyən etmək üçün bizdə düsturda qeyd olunub ki, oduncağın sıxlığını təyin etmək üçün ρ bərabərdə m bölünsün v düsturundan istifadə edərək biz onun sıxlığını müəyyən edirik. Eyni ilə də oduncağın nəmliyini təyin etmək üçün biz düsturdan istifadə etməliyik. Düstur bizə hazır formada dərslikdə verilməyib. Sadəcə olaraq orada məlumat əsasında qeyd olunub ki, oduncağın nəmliyini təyin etmək üçün nümunəni qurudulmadan əvvəl və sonra çəkərək fərqi, yəni buxarlanan rütubətin kütləsini, onlar arasındakı fərqi, buxarlanan rütubətin kütləsini qurudulan nümunənin kütləsinə bölüb 100-ə vurmaq lazımdır. Baxın müəllimlər, bir çox müəllimlər yəni düsturdan istifadə etsələr belə səhv hesablama aparırlar. Çünki onlar bölən zaman qurudulmadan əvvəlki kütləyə bölürlər. Bu yanlışdır. Yəni dərslikdə də bizə verilib ki, alınan fərqi, yəni rütubətin kütləsini qurudulan nümunənin kütləsinə, buxarlanan rütubətin kütləsini biz qurudulan nümunənin kütləsinə bölməliyik. Baxın, bizə bir qayda olaraq verilib. İndi isə biz bu qaydadan istifadə edərək düsturu müəyyənləşdirək. W bizdə oduncağın tərkibində olan nəmliyin faizini ifadə edir. Daha sonra, oduncağın qurudulmadan əvvəl kütləsi M ilə işarələnib, qurudulmadan sonraki kütləni də M1 ilə işarələyək. Alınan fərqi bölürük, qurudulan kütləyə bölürük. Yəni, fərqi qurudulan kütləyə bölürük. Həmin nəticəni də 100-ə vururuq. Bu bizim düsturumuzdur. Oduncağın nəmliyini müəyyənləşdirmək üçün biz mütləq bu düsturdan istifadə etməliyik. Yəni, düzgün nəticə əldə etmək istəyiriksə, düsturdan istifadə edərək hər bir tip məsələləri biz həll edə bilərik. Oduncağın nəmliyini müəyyənləşdirməsinə aid olan testlərə aiddir. Oduncağın nəmliyini təyin etmək üçün indi isə biz düsturdan istifadə edərək bu məsələni həll edək. Məsələdə qeyd olunub ki, laboratoriya şəraitində oduncağın nəmliyini təyin etmək üçün nümunə qurudulmadan öncə çəkilir və kütləsi 240 qramdır. Qurudulmadan sonra isə kütləsi 200 qramdır. Oduncağın nəmlik faizi nə qədərdir? Bizdə nəmlik faizi verilməyib. Nəmlik faizimiz yoxdur. Amma qurudulmadan əvvəlki çəkimiz 240 qram verilib, qurudulmadan sonraki çəkimizdə 200 qram verilib. İndi isə biz nəmliyi müəyyənləşdiririk. Düsturu yerinə qoyuruq. M-in yerində 240 çıxılsın qurudulmadan sonraki kütlə, bölünsün qurudulmadan sonraki kütləyə. 240-dan 200-ü çıxdıqda, 40-ı da 200-ə böldükdə biz alırıq 0,2. 0,2 aldıq. 0,2-ni isə indi biz 100-ə vurduqda cavabımız alacaq 20%. Yəni, bu oduncağın qurudulmadan əvvəl 240 qram çəkisi olan, qurudulmadan sonra 200 qrama bərabər olan oduncağın kütləsinin nəmlik faizi oldu 20%. Yəni, bu üsuldan istifadə edərək bu tip məsələlərin həllinin öhdəsindən asanlıqla biz gələ bilərik.